Aleykümselam və rəhmətullahi və barakatuh. Sonra qardaş soruşur ki, yəni Səhih Əbu Davud, həmçinin İbn Kəsir Quranın təfsirində deyilir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əqiq qurbanının qanından uşağın alnına sürtüb. Bu hədis səhihdirmi? Qardaş, ola bilər siz səhv oxumusunuz bunu. Ola bilər səhv oxumusunuz. Yəni belə bir hədisin olduğunu eşitməmişəm və görməmişəm. Və sadəcə bildiyim budur ki, necə sabit olub hədisdə ki, yəni cahiliyyət dönəmində, çünki əqiq qurbanı cahiliyyət dönəmində də var idi. Əqiq qurbanı cahiliyyət dönəmində də var idi. Və cahiliyyət dönəmində əqiq kəsəndə onun qanından uşağın alnına vurardılar. Necə ki, bizdə də, Azərbaycanda da adətdə görsən, bəzi adətdə var idi belə şeylər. Bu cahiliyyətdən qalma bir adət-ənənə idi. İslamdan öncə cahiliyyət dönəmində, yəni əqiq qurbanı kəsəndə onun qanından uşağın alnına vurardılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, İslam gəldi, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu dəyişdi. Bunu dəyişdi və dedi ki, yəni zəfəran belə uşağın başına çəkmək olar, zəfəran. Zəfəranı suya qatırsan, uşağın başına belə çəkmək olar. Yəni bunu bununla dəyişdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləm o adət-ənənə ki, yəni şirkə aparan və yaxud küfrə aparan və s. əməllərdir, Peyğəmbər sallallahu əleyhi və səlləm onu dəyişərdi həmişə. Dəyişib ondan daha faydalısını, daha xeyirlisini əvəz edərdi. Və bu əqiq qanı da cahiliyyət dönəmində insanlar sürtərdi başlarına, uşağın başına, əqiq qurbanının qanından. Və Peyğəmbər sallallahu əleyhi və səlləm isə onu dəyişdi və onu zəfəranla əvəz etdi ki, zəfəran sürtün. Yəni qanından sürtməyin ora. O belə, yəni var, varid olan budur. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm özünün belə etdiyini ilk dəfə də eşidirəm, yəni. Allah bir daha doğrusun.